Zəbur. 55-ci məzmur. Musiqi rəhbəri üçün Davudun simli alətlərin müşayiəti ilə oxunan maskili. Ey Allah, duamı dinlə, yalvarışımdan gizlənmə. Yaxşı qulaq as mənə, bir cavab söylə, düşüncələrim məni narahat eləyir, çaşbaş qalmışam. Düşmənin səsindən, zalimların zülmündən narahatam. Məni onların şər işləri sarsıdır, onlar qəzəblə mənə qəsqərəz qurur. Köksümdəki ürəyim sancır, ölüm dəhşəti üzərimə düşdü. Mənə qorxu və titrətmə gəlib, canımı vicvicə bürüyüb. Dedim, kaş göyərçin kimi qanadlarım olaydı, uçub rahatlıq tapaydım. Doğrudan da uzaqlara qaçardım, çöllərdə məskən salardım. Bu sərt yerlərdən, qasırğalardan daldalanmaq üçün tez bir yerə gedəydim. Ey Xudavənd, bu şəhəri alt-üst elə, oradakıların dillərinə ayrılıq sal. Orada zorakılıq, dava gördüm. Bunlar gecə-gündüz divarlarının üstündə dolanır. Pislik və şər şəhərin içindədir. Aralarında qırığım var. Meydanlarından hədə-qorxu və fırıldaq çıxır. Əgər məni düşmən təhqir eləsəydi, dözərdim. Yağı qarşımda qürrələnsəydi, gizlənərdim. Amma bunu sən elədin, ey rəfiqim, ey yoldaşım, ürək həmdəmim. Səndən şirin-şirin söhbət eləyərdik. Allah evinə birgə gedərdik. Qoy düşmənlərə qəfil ölüm gəlsin. Onlar diri-diri ölülər diyarına düşsün. Çünki şər onların evində və qəlbindədir. Mənsə Allahı səsləyərəm. Rəbb məni xilas eləyər. Səhər, günorta, axşam nalə çəkirəm, ahzar eləyirəm. O səsimi eşidir. Çoxları əleyhimə çıxır, amma o canımı döyüşdən qoruyur. Əzəldən bəri taxtında oturan Allah məni eşidib onları zəlil eləyəcək. Çünki onlar əsla dəyişməz, Allahdan qorxmurlar. Yoldaşım dostuna əl qaldırır, dostluq əhdini pozur. Onun dili kərə yağından da yağlıdır, qəlbində isə çəkişmələr yaşayır. Sözləri zeytun yağından yumşaqdır, amma sıyrılmış qılınclardır. Sən qayğı yükünü Rəbbə ver. Qoy sənə dayaq olsun. O heç vaxt salihə sarsıntı verməz. Ey Allah, qanlı, hiləgər adamları qəbrə endirəcəksən. Onların ömrü yarıya çatmayacaq. Amma mən yalnız sənə güvənirəm.